Bugünkü çəkilişimiz Məhəmmədli qəsəbəsindən yola hardasa 100-200 metr məsafədə gözəl bir həyət evinin çəkilişinə gəlmişik. Ümumilikdə 3 sot yarım torpağın üzərində inşa olunmuş 2 mərtəbəli bir evdir. Sənədi paket qubca, torpağın da evində çıxarışı mövcuddur. 3 sot yarımda dediyim kimi kanaliza sistemi var. Həyətində gözəl bir bisetka, boydan boya həyəti tam etli. Yəni, çox geniş bir həyət yanı sahəsi var, özünüz də görürsünüz. Evə daxil olaq, ev həyətdən də gözəldir. Yəni, bu fürsət bir daha ələ keçmək. Bu qiymətə heç kim belə bir evi satmaz. Evimiz əşyalı satılır. Yalnız elektronika çıxacaq. Bisetkası. Keçdik həyət birinci mərtəbəyə başladıq. Ümumilikdə birinci mərtəbə istipoldan ibarətdir. Çox gözəl bir zövqlə təmir olunmuş evdir. Geniş bir qonaq otağımız. Növbəli şəkildə otaqları təqdim edeyim. Sadə və gözəl işləmələrlə evimiz həqiqətən də çox gözəl görsənir. Videoda da görürsünüz. Mətbəx isə növbəti bir yataq otağımız. Geniş, işıqlı, pəncərələri hamısı həyət yanı sahəsinə baxır. Cüt daşla inşa olunmuş evdir, şəxsi tikilidir. Makler evi deyil. Məhəmmədliyin hər kəs makler evləri kimi tanıyır. Amma biz bugünkü gün şəxsi tikili evin çəkilişinə gəlmişik. Daha bir yataq otağımız, təmirli sanitar qovşaq, hamam otaq. Hər bir aksesuar həqiqətən də zövqlə seçilib. Sadə və gözəldir. Sonuncu bir yataq otağımız. Bu birinci mərtəbə ümumilikdə 120 kvadratdan ibarətdir. Evin ümumi sahəsi çıxarışda 260 kvadratdır. İkinci mərtəbə isə 140 kvadratdan ibarətdir. İkinci mərtəbə isə 12 metrin 10-a. Daha doğrusu 12-nin 12-yadır. Üzr istəyirəm. 240 kvadratda dediyim kimi böyük bir həqiqətən zaldır. İstədiyiniz məclisi burada keçirə bilərsiniz. Əlavə olaraq da gözəl bir balkon ən sonda evə daha da bir yaraşıq qatır. Buyurub əlaqə saxlaya bilərsiniz.